Məni heç kəs sevmir. Kimsə mənə üzümə gülümsəmədi, məni sevmir. Avtobus saxlamadı dayanacaqda, mən qaçdım, məni sevmir. Telefon əlimdən düşdü yerə yıxıldım, Allah da məni sevmir. Və son dövrlərin bir trendi də var, onu da qeyd etmək lazımdır ki, mən qəsdən elə edirəm ki, məni sevməsinlər, ki mən gündəmdə qalım. İndi gəlin səbəblərə baxaq görək. Biri, özünə inamsızlıqdır. Özünə sevilməyi layiq bilməməkdir. Bir insan var idi, müzakirə əsnasında deyirdi ki, məni atırlar, gedirlər. Və görürdün ki, bu insan beynində şuur altında bu yəqin və əminliyi qoyub ki, məni kimsə sevmir. Və buna uyğun da başlayır əməllər görməyə. Və nəticədə də həmin adamdan bezirlər, həmin adamı atıb gedirlər. İnsanlardan zərər gələcək deyə özünə inandırmasıdır. Gənclərdə olur belə bir şey. Bunun adını qürur qoyurlar. Bir oğlandır, bir xanıma qarşı sevgi bəsləyir. Lakin bunu izhar eləmir, bunu bildirmir, qorxur ki, imtina edərlər ondan. İnsan imtina eşitmək istəmir və nəticədə görkəmin xanım başqasına ərə getdi. İnsan istəmir rədd cavabı alsın. Digər cəhət xariclə əlaqəlidir. Daim təsdiq axtarışı. Yox, sən məni istəmirsən, sən məni sevmirsən. Nə istəyir? İstəyir ki, təsdiq alsın. Yox, mən səni sevirəm, yox, səni istəyirəm. Bəzən sosial şəbəkələrdə də bir müddət əvvəl belə şeylər var idi ki, qayıdıb deyirlər ki, cəmaət haqqınızı halal edin, mən profilimi bağlayıram və bir daha bura girməyəcəm. Amma əslində bir çoxunun məqsədi o idi ki, cəmaət şərtdə yazsın ki, hara gedirsən, bizim sənə ehtiyacımız var və həmin adam da desin ki, sanki, hətta siz dediniz, mən qalım da burada. Digər cəhət özünü sevməməkdir. Belə bir adam tanıyırdım. Deyirdi, məni sevmirlər. Deyirdim, niyə səni sevmirlər? Deyir, mən artıq çəkili olduğuma görə məni sevmirlər. Deyirdim, axı bu belə deyil. Elə insanlar var ki, arıq insanları görən gözü yoxdur. O sevir ki, bir insan, yəni nə tərdiyimdə kök olsun, ətli qanlı olsun. Deyir, yox, mən inanmıram, onlar riyakardırlar, onların psixoloji pozuntusu var. Deyirdim, çünki sənin özünün artıq çəkili insanlara qarşı nifrətin var. Və bəzən də belə olur ki, insan deyir ki, məni sevmirlər, halbuki onu sevən insanlar da çox olur. Lakin görürsən ki, bu adam özü istəyir ki, mən sevdiyim, könül bəslədiyim adamdan mənə sevgi etirafı gəlsin. Başqalarını ki, mən vecimə almıram, onlar mənim maraq dairəmdə deyil, onlar mənə dəfələrlə desələr ki, mən səni sevirəm, bu düzələn bir şey deyil. Məni sevmirlər, nə də səni sevmirlər. Ola bilər mən də əlimdən gəlməyən bir işdə mənə qarşı sevgi bəsləməsinlər. Düşünər ki, əlimdən bu iş gəlmir. Mən bundan narahat mı olmalıyam? Yox, adamlar düz deyirlər. Yəni, ola bilməz ki, məni sevmirlər deyəndə sevgi ümumi baxımdan qəbul olunsun. Bu əsla mümkün deyil. Xüsusi baxımdan sual ver, məni sevmirlər, nə də sevmirlər? Sənin zahiri quruluşunu sevmirlər, xarakterini sevmirlər, neyi? Bəlkə elə doğrudur, düzgündür. Bəlkə mən bədəxlaq birisiyəm, insanlar mənim əxlaqımı sevmirlər. Yəni, insanlar məni sevməkdə məcburdurlarmı?